Salam, əziz və dəyərli tələbələr. Mən Sistemel Akademinin informatika müəllimi Elmi müəllim. Bu gün sizlərlə 3 may tədris mərkəzimizdə keçirilən ümumi sınav imtahanı 2 və informatika suallarının izahına baxacağıq sizlə bir yerdə. Başlayaq 21-ci sualımızda. 21-ci sualda bizə deyir ki, istifadəçi D diski, dokument, ölkələr, şəhərlər və Roma qovluğunda işləyirdi. Bu qovluqlardır. Qovluğunda işləyirmiş. Sonra o qovluqlar ağacında 2 səviyyə yuxarı qalxdı. Bax, bura qədərini oxuduq. Demək, bu ən son olduğu qovluq budur. 2 səviyyə yuxarı qalxanda e, 1, 2. 2 səviyyə. Düşür bura. Ölkələr. Bax, bura. Demək, 1, 2 səviyyə olanda gəlib düşür bura. Ölkələr. Düşdü. E, və muzeylər qovluğuna bir səviyyə aşağı düşərək, bax, bu ölkələr qovluğun içərisində bir dənə də qovluq var burada belə. Bu hissədə muzeylər. Muzey. Muzey. Və bir səviyyə aşağı düşür. Bu qovluğun daxilində olan, burada bir dənə qovluq varmış. Bu qovluğun daxilində olan Zəkilər qovluq sənədə daxil olur. Zəkilər. Və o faylı silir orada. Bunu silir buradan. İndi bizə deyir ki, bunun sildiyi faylın yolunu müəyyən edin. Faylın yolu. Biz bilirdik ki, əgər faylın yolundan söhbət gedirsə, fayla qədər olan hissəni götürəcəyik. Əgər tam yol deyilsəydi, bütövlükdə hamısını götürəcəkdik. Yəni silinən faylın özü daxil. İndi bizdən tam yolunu istədiyinə görə burada olacaq dediniz ki, dokument, dokument, ölkələr, ölkələrin daxilində muzeylər qovluğu var idi. Bax, ora qədər götürəcəyik. İndi dediniz ki, dokument, ölçülər, müzayyə. Burada C bəndində var. Doğru bəndimiz olacaq C bənd. Bundan sonra 22-ci suala baxsaq, verilmiş fikirlərdən hansı doğrudur bizə deyir. İnternetdə əsasən vektor təsvirlər yayımlanır. Xeyr, internetdə raster təsvirləridir. PSD olsaydı olardı hardasa, PNG olsaydı olardı hardasa. Bu xeyr, bu Adobe Photoshop'un deyil yəni. Paint qrafik redaktorunda hazırlanmış fayllar. Fayl tabundan şifrə təyin etmək mümkündür. Xeyr, mümkün deyil, səhvdir. Paint qrafik redaktorunda obyektləri animasiya təyin etmək mümkün deyil. Paint qrafik redaktorunda obyektlərə animasiya tətbiq etmək mümkün deyil. Bəli, mümkün. Mümkün deyil, bəli. Bu doğru bənddir. Bizdə PowerPoint olsaydı doğru olardı. Paint'də animasiya verə bilməyi təbii ki. Bu doğru bənddir. Deyilməlidir. Vektor təsvirlər elementlər obyekti piksel hesab olunur. Xeyr, rasterda piksellərdən ibarət təsvir. 23-cü suala baxsaq, elektron nəşir 128 səhifədən ibarətdir. Hər səhifədə ölçüsü 512 vurulsun 256 piksel olan 48 rəngdən ibarət qrafik təsvir verilmişdir. Elektron nəşrin həcmini megabaytla göstərməkdir. Baxaq, səhifəmizin sayı bəllidir bizə. 128. Yazıram 207. Bunu vururam 512-yə, 209-a. Bunu vururam 256, 208-ə. Və onda vururam 48 özünə yaxın, özündən böyük 2-nin qüvvətinə götürsək, 64 ilə götürməliyik. 64 də 206 olduğuna görə bir nöqtəyə düşən bit dərinliyi 6 bit olacaq. 6 bit olacaq. 6 bit. Bax belə. İndi mən də bitdən gəlməliyəm megabayta. Məndən bunu megabaytla istəyir. Bitdən də megabayta gəlmək üçün kənardan yazıram diqravlı bit, byte, kilobayt və megabayt. Megabayt. İndi 203 düşürük bayta, 13 düşürük kilobayta, 23 düşürük megabayt. Bunu bölürəm 223. 223-ə. 8, bu da 9, elədi 17. O da 7, elədi 224. 224-ü mən 223-ünü aparsam, yuxarıda qalır 2. 2-ni də 6-ya vursam, edir 12. Cavab olacaq, deyilmədi. 24-cü suala baxsaq, Word 2019-da yaradılmış sənədin cildlənmə mövqeyini təyin etmək üçün Page Setup səhifə parametrlərinin dialoq pəncərəsindən hansı əmri seçmək lazımdır? Burada ümumiyyətlə cildləmə
Kitabların tikiliş hissəsini deyirlər. Tikiliş hissəsini. Burada qatr hissəsi var. Bax 3. Cildənməni buradan aparırlar həmişə. Gəlin praktik olaraq da mən sizə bunu göstərmiş olum. İş ortamında da lazım olsa məlumatınız olsun deyə. Demək biz açdıq Word-ü, layout lentamına daxil oluram və PX setup'a daxil olandan sonra ə, bunun dialog boxu var. Dialog boxundan burada baxın səhifənin kənar məsafə boşluqlarını tənzimləyə bilərsiniz. Bir də var buradan bax bunun tikiliş hissəsi üçün ayarlanmış sahə. Mən buradan dərəcəni bucağa artırar. Fikir versəz, burada vərəqin cildlənmə hissəsi, yəni tikiliş hissəsi görsənir. Bir də ümumən bu tikiliş hissəsinin iki dənə sahədən saxlaya bilərsən. Ya top yuxarıdan, ya da left sol. Bax belə. Doğru bəndimiz olacaq bizim. Bu sualda C bənd. 25-ci suala baxsaq, doğru fikirləri istəyir məndən. Baxaq görək hələ. 25-ci sual nə var? Baxsaq. Hosting internetdə informasiyanın serverdə fiziki yerləşməsi üçün disk sahəsinin ayrılma xidmətidir. Bir olar, bir doğrudur. Bir doğrudur. Bundan sonra baxsaq, bir doğrudur. Sonra POP3 elektron məktubların göndərilməsi protokoludur. POP3 qəbul edilmək, göndərilmə deyildi. İki səhvdir. Göndərilmə async. İki səhvdirsə əgər, ikinin səhv olduğu bəndlər çıxsaq, burada qalır 1-3 və ya 1-4. Baxaq, internetə dial-up qoşulma zamanı telefon xətti məşğul olmur. Dial-up qoşulma zamanı telefon xətti məşğul olur. ADSL qoşulma zamanı məşğul olmur. 3 də səhvdir. 3-də çıxsa, cavab olacaq 1-4. Baxaq 4-ə. Qopur sənədlərinin axtarışı və ötürülməsi üçün istifadə olunan internet xidmətdir. Bəli, düzdür. 1-4. Doğru bənd oldu, Y bənd. 26-cı sual. Verilmiş şəkil fraqmentinə əsasən sonuncu həttin hansı xanaya yazılacağını müəyyən edin. Və A1 xanasında məlumat yazılıb. Sıralama columns sütun üzrə olur və sıralamanın son tarixi də burada qoyulub. Ayın 14-dən başlayır. Bir də ayın 3 gündən bir yazılacaq tarix və ayın 24-ünü aşmamaq şərtilə yazılmalıdır. Gəlin ayarlayaq. Baxaq. Mən bunu 2026-dan göstərirəm sizə istəsiz olun. 14 açıram Excel-i. Açsın. Açsın. Bir balaca buradan bunu kisildirəm. Rahat görək deyənə testi. Bax belə. Yazıram bura. 14. Mənim kompüterimdə tərs siləkləşdiyinə görə mən də bunu tərs siləklə yazmış olacam sizə. Məsələn, orada 04-dür. Mən də yazıram. Burada olsun 2024. Bax belə bir dənə tarix. Buna. Tarixi qoyandan sonra gəlirəm buradan editingdən fil əmrinə və sıralama hissəsindən columns seçirəm. Mən ümidvaram heç səhv eləməmişəm. 14-ü 5-i gəl belə deyək də düzəltəyim. Məndə ayın tarixi ilə bu düz getmir. Bunu 04-14 eləyək düz olsun. Qoy belə olsun ki, düz olsun. Belə. İndi bundan sonra gəlirəm bura. Fil əmrinə series. Tamam. İndi bunu 3 addım artırıram və son həddi də buraya yazıram. 4 24 2026. Böyle bir şey yazdım. Və OK vursan, bu kalmış sunuculuğu diye. Və OK vursan, 2024 düzdür. Burada 2024 2024 yazın. Və OK vurdum. Bu mənim üçün son yazılacaq hədd olacaq burada. A 4 xanası. Yəni qısacası biz bunu addım artırası olsa buradan bu ayın 14'ü 4-cü ay. Burada olacaq ayın 17'si. Burada olacaq ayın 20'si. Burada da olacaq ayın 23. 23. 42 A4 xanasıdır. Doğru bəndə olacaq.
C bənd. Yəni burada gördüyünüz addım neçə addım artsın budur. Bu da son həddir, yəni son açmaq şərti. 27-ci sual. Len, len funksiyası deyib bizə ki, sağ, bu mötərizənin dırnağın içərisində olan bunlar ki var. Bunları bitsin, saysın, sağ bunları cəmləsin və funksiyanın nəticəsində nə alınacağım məndən soruşur. Nə alınacağım məndən soruşur. Mən də baxmalıyam burada. Ümumən bu funksiyanın içərisində bizə nələr var? Baxıram burada. Əlavə funksiya var burada. Mötərizə var və rəqəmlər verilib. Belə. İndi baxaq. Len funksiyası əgər dırnağın içərisində arqument daxil etmişiksə funksiyaya, bu başlığı qoyan hamısı simvol kimi görünür. Və sum funksiyasının içərisində 3 dənə simvol var. Bu üçün sayacaq. Buradan mötərizəni sayır 4, sonra 5, 6, 7, 8, 9, 10, 11, 12 və 13. 13 dənə dırnağın içərisində məlumat daxil olduğuna görə bunları sayacaq. Cavab olacaq evet. Bax belə. Bundan sonra kontekstual ribbon tab. Ə, yəni kontekst lent tablarını seçin deyir mənə. Alət tablarına söhbət gedir burada. İndi hansı əlavə olaraq alət tablardılarsa, əlavə olaraq misalında proqramın əsas tabları deyilsə, nəsə açanda gəlirsə, həmən tablardan söhbət gedir. Biz həmən tabları tapmalıyıq PowerPoint. Açıram PowerPoint proqramını. PowerPoint proqramı məndə ekranda yoxdur, səhv eləmirəmsə. Demək, PowerPoint-da Home, Insert, Design, Translation, Animation, Slideshow, bax bunlar var. Əlavə olaraq, əlavə olaraq biz PowerPoint-da formatı görməyəcəyik, əsas tab kimi. Format qrafik obyektlər gətirəndə gəlir. Bir də layout düzən tabıdır ki, bu da əsas tab kimi burada yoxdur. Layout yoxdur. Əsasən cədvəllər falan çəkəndə görmüş olar. 2, 4 burada alət tablardır, əsas tablar sayılır. Aşağıdakı hökmlərdən hansılar doğrudur? 29-cu suala baxsaq. Deyir, RAM ən sürətli daxiliyyat daşqulusudur. Ən sürətli daxiliyyat daşqulumuz RAM deyildir. Registrit. Mikrofon video informasiyanı kompüterdən xaric edir. Mikrofon ümumiyyətlə daxil etmə qrupudur, xaric etmə qrupusu deyil. Video yaddaş enerjidən asılı yaddaşdır, bu doğru bənddir. Keş yaddaş prosesorun daimi yaddaşa müraciətini sürətləndirir. Xeyr, keş yaddaş RAM-dan gələn informasiyanı prosesor çatması sürətləndirir. İnformasiya əməli yaddaşda emal olunur, informasiya prosesorda emal olunur və regis yaddaşda qalır. Yəni regis yaddaş buna emal eləməsinə kömək göstərir. Hər slaydın aşağı sağ küncündə AD işarəsi hansı halda əks olunur PowerPoint-də? Deməli, biz media lent qrupundan, yəni mahnı falan qoyduqda, slaydımıza, təqdimatımıza, insertdən media lent qrupundan mahnı falan qoyanda və həmin mahnının bütün slaydlarda nümayiş olunmasını tənzimləyə bilir. Doğru bənd olur, elə A bənd. 31-ci suala baxsaq, A və B tam ədədlər üçün A və B parçasındakı tam ədədlərin cəmini hesablayan alqoritmin düzgün işləməsi üçün bu parça aralığında 10 qiymətin çıxışa verilsin. Demək, baxaq. Demək, biz çıxışa 10 qiymətini almalıyıq blok sxemdən. Hansı şərti qoysaq ala bilərik? Gəlin yoxlayaq. Baxaq orada görək. A bəndini qoyaq görək ala bilirik mi? Şərt budur. Şərt blokunu buraya yazmalıyıq. A-nı B-dən kiçik eləsək, yoxlasaq. İndi A-nın qiyməti 1, B-nin qiyməti 4. 1 ilə 4. 1 4-dən kiçikdirmi? Kiçikdir. Düşürəm bura. S-in qiyməti 0-dır. 0 üstə gəlsin, A-nın 1 qiyməti. Bu nədir 1? A 1 idi, 1 üstə 1 2. İndi fırlanıb buradan gəlirəm. A-nın 2 qiyməti ilə B-nin 4 qiymətini müqayisə edirəm. 2 4-dən kiçikdir. 2 üstə 1 olur 3. Olur 3. Bu da olur 3. Yine A da 3'tü, B de 3'tü.
Daha doğrusu A 3'tür və 4'tür. 3-dən 4'ü müqayisə edirəm. 3 4-dən kiçikdir, kiçikdir. 3 üstə 3 olur 6. A-nın yeni qiyməti, S-in yeni qiyməti üzr istəyirəm. Bu da 3 üstə 1 olur 4. A da 4'tür, B də 4'tür. 4 4'dən kiçikdir və ya yox, kiçik deyil. Bu arada burada həll qolu, yox qolu məsələsi var. Yox qolu məsələsi var. E, Gəlirəm buradan 4 4'dən kiçikdir, yox. Gəlirəm bura və çıxıram cavabdan S alır 6'nı. Bu olmaz. Məndən blok səmət çıxışında 10 olmağımı istəyir. Bu olmaz. Gəlirəm B bəndini yoxlayıram onda. Əslində B bəndini yoxlasaq belə başa düşürəm ki, olur. Bura bir dənə bərabərlik qoysaq, bura qədər zaten hesablamalıyıq. Gəlməliyik. Bu 4 oldu, A 4 oldu. B də 4 idi. 4 4'ten kiçikdir. Yox, bərabərdir, hə. Düşürəm bura. 4 altını toplayıram, 10 edir. 4 üstə 1 də 5 edir. İndi 5 ilə 4'ü müqayisə edəndə 5 4'ten kiçikdir, yox. Çapdan çıxsam alıram onu. Elə doğru bənd olur, belə. Yeniden yoxlamağa ehtiyac yoxdur. Onsuz səhvdir. Çünki 1 4'ten fərqlidir çıxacaqsan və yaxud da e, 1 4'e bərabərdir, yox, yenə çıxacaqsan, anlayacaqsın. Verilmiş verilənlərin üzərində aksesdən sual düşüb 2009. Deyir ki, əməliyyatların tiplərini seçin. Verilənlər üzərində yerinə yetirilən əməliyyatların tipini seçilməni soruşur. Biz verilənlər üzərində nə əməliyyatlar həyata keçirə bilərik? Baxaq buradan. Verilənlər üzərində biz apara bilərik hesabı əməllərimizi. Bir olar. Bir olursa statistik olmaz. Bir olur. Müqayisə apara bilərik. And, or falan bu olurdu. Bir olur, üç olur. Sonra məntiqi əməliyyatlardan istifadə edə bilərik. Müqayisə böyükdür, kiçikdir. Məntiqi true, false olur. Not olur. Bir 3 4 1, 3 4 1, 3 4 1, 3 4 2 olmamıştı zaten. 2 çıxmıştı. Ee, Cavab eləcə bəndir. 6'ya baxsaq, Hüsam yazır. Bəli. Cavab olacaq cavab. Yeni qovluq yaratmaq üçün klaviatura kombinasiyasından istifadə olunur. Shift Ctrl N düyməsini vuranda yeni qovluq yaratmaq olur. Gəlin göstərim sizə bunda. Biz ekranda yeni qovluq yaratmaq istəsək, klaviaturanın Shift Ctrl N düyməsini vuranda hal-hazırda ekranda siz yeni qovluğun yarandığını görə bilərsiniz. 30-cu sual alqoritmlə bağlıdır. Deyir, alqoritmin icrasından sonra y-in son qiyməti 40 olarsa, onun ilk qiymətini tapın. Demək, alqoritmi həll eləmişik. Son qiyməti almışıq neçə? Son qiyməti 40 almışıq. Məndən alqoritmin ilk qiymətini soruşur ki, ilk qiyməti necə olacaq ki, e, misal həll olmuş olsun, yəni cavab alınmış olsun. Baxaq. Demək biz 40-ı bura qeyd edirik. 40-ı bura qeyd edirik. İndi biz nəyi 4 davranı 40 ala bilərik? 10. Demək, y-in buradakı qiyməti 10 olur. 10 olur. İndi biz y-in qiyməti neçə olmalıdır ki, ondan üst çıxaq, cavab 10 olaq. Burada deməli 13 olmalıdır ki, mən 13-dən 3 çıxsam, 13-dən çıxsam, burada 10 ola bilər. Bu 13-dürsə əgər, bu y 13-dürsə əgər. Deməli mən nəyin üstünə 7 gəlsəm 13 alıram? 6-nın. Buraya yazıram 6. İndi 6-nı burada yerinə qoysam, nəyin üstünə 1 gələndə 6 eləyir? 5. Cavab olacaq qeybət. Burada 35-ci sualda zərbi printerlərə hansılar aiddir deyir. Zərbi printerlər bölünürdü literli, bir də matrisliyə. Cavab olacaq A bənd. 1 və 4. Doğru fikirləri müəyyən edin. 36-cı sual. Baxsaq 36-cı suala. Demək, buradan bağlayın. Cədvəlin adının uzunluğu 31 simvoldan artıq ola bilməz. Burada yox. Cədvəlin adının uzunluğu 31 simvoldan ibarət ola bilməz. Xeyr, bu səhvdir. Doğru fikirlər məndən soruşurdu. Bu səhvdir. Bundan sonra verilənlər bazası bir-biri ilə qarşılıqlı əmrlərdə olan prinsiplərin vasitələri təsvir olunan, saxlanılan, idarə edilənlərin toplusudur. Xeyr, bu da səhvdir. Bir iki səhvdir. Bir iki səhv bizə gələn variantlarla çıxış eləsək, birin səhv olduğu variant, bir də ikilinin səhv olduğu variantlar çıxsa, cavab qalır 3, 4, 6 və 3, 4, 5. Baxaq 5-dən 6-ya. Eyni zamanda bazada 2048-ə qədər
cədvəl açmaq olar və bir cədvəlin ölçüsü 2 giqabayt keçməz. Bu düz. 6 düz. 5-ə də baxın. Cədvəlin bütün sütunları eyni sütuna malik olmalıdır, lakin bu cədvəl eyni sütuna malik olmaya bilər. Xeyr, 5 səhvdir. 5 səhvdir. 5-də çıxsaq, cavab qalır elə A bənd. Verilən tiplərdə olmayan sahənin bəli, düzdür. Verilənlərin məntiqi strukturunu onun qabdan çıxan təşkilatına verir. Xeyr. Cavab olacaq A bənd. Aşağıdakılardan hansı axtarış sistemi deyil? Axtarış sistemi deyil. Məndən soruşur. Burada cavab olacaq Amazon. Amazon axtarış sistemi deyil. Amazon alış-veriş saytıdır. Doğru bəndə olacaq Y bənd. Aşağıdakı lent qruplardan hansı Word mətn prosesorunda layout lent tabına daxildir? Baxa, background var. Digərlərinə bir dənə baxın bu burada. Bura baxın. Link insertdəydi. Demək, layout lent tabına daxil edir mənə. Aa, tema dizayndadır. Page daxil deyil. Page background dizayndadır. Page setup daxildir. Yemənd. Object-in solu yemənd olacaq. 30, daha doğrusu 30 neçədir bu? 38-də. 39-cu suala baxsaq, elektron cədvəlin A2 xanasında bu düsturu C4 xanası götürmək lazımdır. Demək, burada mütləq ünvan olan xanaları saxlayırıq. Bir də 2-ni əllə yazılmış qiymət kimi təyin edirik və onu saxlayırıq. Onda sürüşdürmə zamanı C bəndi silinir, burada 4 var. Y bəndi silinir, burada 2 yoxdur. Qalanları qalır. Bir də burada mütləq ünvan C dollar 1 var. Bax, bu da dar yerinə dəyişməz. Bu yerində qalmadığına görə, bax, bunu da buradan silirik. Yerdə qaldı bizdə A bəndi ilə D bənd. D bənd. Burada A2 xanasının qarşısında dollar var, yəni A dollar 2. C2 xanası mütləq ünvan deyil. Yəni dollar yoxdur qabağında, nisbi ünvan. İndi mən A2 xanasını 2 xana sağa bax, A, B və C. 2 sütun sağa çəkəsi olsa, 1, 2, onda elə çıxır ki, burada A2 xanası yerini dəyişəcək, olacaq C2 xanası. Amma aşağı düşə bilməz, çünki 2-nin qabağında dollar işarəsi var. Bu olacaq C2, bax, bunlar düzdür, bu düzdür. Bu C2 xanası da 2 xana sağa gəlsə, olacaq DY. Amma qabağında 2-nin rəqəmi olmadı, yəni dollar olmadığına görə bu dəyişəcək olacaq Y4 olacaq. Ne olacaq? Demədi. Bizdə 4 var qalmışdı, ona görə. Bunlardan biri tətbiqi proqram təminatına aid deyil. Tətbiqi proqram təminatı insanların insan üçün önəmli olan proqramlardır. Bizim istifadə etdiyimiz proqramlara söhbət edir. Bunların içərisində mətn redaktorları var idi. Mətn prosesorları da var idi. Qrafik redaktorlar da var idi. Verilənlər bazasında idarəetmə sistemi də var idi. Arxivatorlar yox idi. Arxivatorlar harda var idi? Arxivatorları biz keçmişdik sizlə. Hansı ki, servis qolunda, softwareın servis tərəfində keçmişdik siz. Gəldik əsas suallara. Aşağıdakı fraqmentdə master nəticələr cədvəli verilib. Burada nisbətin gücünü soruşuram mən. Nisbətin gücü söhbət sətirlərdən gedir, yəni kartezdən gedir. Fikirlərsəz, burada 23 dənə yazını görürsünüz. Amma ümumi yazsa 23 deyil. Aşağıda nə verilib bizə? 44 dənə sətir verilib bizə. Yəni 44 dənə bizim kartezimiz var. Cavab olacaq burada 44. Sadəcə və sadəcə 9 nədir bəs? Mənim yazımın olduğu, yəni sətrimin olduğu, bax, burada görürsünüz. 9-cu yazıdadır hal-hazırda aktiv olan. Burada 9 yazılır. Bax, burada. 42-ci suala baxsaq, A, B, C, D uyğun olaraq bu formada kodlaşdırılır. Amma sıralama pozulur. Birinci gəlir B, bax, bu adı B-dir, C və D-dir. Birinci gəlir B. Hansı ki 110, 110. Bundan sonra gəlir D 101, 101. Sonra gəlir
A 001 001. Sonra gəlir C 011 011. İndi bu bizə deyir ki, ikili ilə kollaşlı oldu. Biz də bunu gətirdik bu formada yazdıq. Şərtinə baxsaq bir dənə yuxarıdan. Deyir mənə ki, 16-lıq say sistemində yazılarsa neçə bit yer tutar? Bax, bu 16-lı gətirmək lazımdır bunu. 16-lı gətirmək üçün 4-4 ayırmalıyam. 4-4 ayırsam, bunu buradan sileyim, heç olmadı. 4-4 arası olsa, bax belə bir şey. Bu formada. Bir simvol bura düşür. Yəni 1, 2, 4, 8 yazsaz, bura bir dənə simvol düşür. Məsələn, 11 olsun. B. Bundan sonra yenə 1, 2, 4 yazsaz 4. Yenə 1, 2, 4, 8 yazsa, olacaq 13. 3 dənə simvol olacaq. 16-lıq say sistemində hər bir simvol 4 bit yer tutuna görə 3 vur 4 cavabımız olacaq 12 bit. 16-lıq say sistemində soruşur deyənə 12 bit. 43-cü sual. Sənəd göstərilmiş parametrlər əsasında çapa verilmişdir. Çap üçün neçə A4 vərəq lazım olacaq məndən soruşur. Demək, səhifələrin sayına buradan baxsaq, kopyanın sayı 5-dir. Bu qalsın yerində. Səhifələrin sayına baxaq. Ə, 10 səhifə burada var. Bir dənə səhifə burada var. 11-ci səhifə. 24-dən 18 çıxanda 6 üstə 1 7. 11 o da 7 də 18. Ümumi səhifələrin sayı 18 imiş. Bu bizim birinci mərhələmiz. İkinci mərhələmizə baxsaq, manual borc saat 200-lüdür. 18-i bölürəm 2-yə. Eləyir neçə? 9. 9. Üçüncü mərhələmiz isə budur. 1 A4-ə neçə səhifə yerləşir? 4 səhifə. 9-u da bölürəm 4-ə. Çıxır 2 tam nə qədər? 2 tam nə qədər? Götürürük 3-dən bunu. 3-də vurmalıyam ən sonda kopyanın sayına. 5-ə vursam cavab edir 15. 15. 44-cü suala baxsaq. Bizə deyir ki, 5-ci səhifə üzərində hansı nömrə görsənəcək? 18-in səhifənin nömrəsi məndə 8-dir. Amma 9 səhifəlik sənəddir. 8-in səhifənin nömrəsi 18-dir. Məndən 5-ci səhifənin nömrəsini soruşur. Bunu necə tapacağam? 18-dən çıxıb 8-i üstə 5 gələ bilərsiniz. Eğri 15. Bir yol budur. Digər yolda 18-in səhifə nömrəsi 8-dirsə əgər, onda 17 olacaq 7, 16 olacaq 6, 15 də olacaq neçə? 5. Belə düşünə bilərsiniz. Uyğunluğu müəyyən edin. Açıq sual, əlaqələndirmədir. Səs faylı, mətn faylı, bir də təqdimat faylı. Biz adətən genişlənmələrin sonuna baxırdıq. Nöqtədən sonraya baxırdıq. Bizdə təqdimat faylı PPTX, yəni PowerPoint şablonudur. 3 olacaq A bəndi. Mətn faylı doc və ya docx, BS, B və ya C. Səs faylı da olacaq MP3. Deməlidir. Bax, bax. Və buradan da Amer də ses faylı kimi götürəcəyik. Olacaq. Hanı bu? Y bənd. Belə dəyərli yoldaşlar, qarşıda sizin qəbul imtahanınız var. Sizə qəbul imtahanında uğurlar arzulayıram. Sağ olun, özünüzə yaxşı baxın.